Karqalar zəkalı, instinktiv və müşahidəçi quşlar kimi təbiətin ən diqqət çəkən canlıları arasında yer alır. Lakin pəncərənizə qonan bir karqanın gəlişi heç də sadəcə təsadüf deyil. Bu davranış həm elmi, həm də mədəni baxımdan dərin mənalar daşıyır. Hər səhər eyni saatda pəncərənizin qarşısına qonan bir karqa görmüsünüzmü? Bəlkə sakitcə dayanıb sizi izləyir, bəlkə də yüksək səslə qarıldayır və ya pəncərəyə dimdiyi ilə toxunur. Çox insanlar bu davranışı uğursuzluq kimi qəbul etsə də, mütəxəssislərə görə bu səfərlərin arxasında çox daha dərin səbəblər dayanır. Karqalar sadəcə qeyğuşa deyillər. Zooloqlara görə karqalar quşlar arasında ən yüksək intellektə malik növlərdən biridir. Onlar əşyaları tanıya bilir, insan simalarını yadda saxlayır, plan qurur və yaddaşlarını illərlə qoruyub saxlayırlar. Bəzi tədqiqatlara əsasən bir karqa ona zərər verən insanı 5 il sonra belə tanıyıb reaksiya göstərə bilir. Bir karqanın pəncərəyə qonması çox vaxt təsadüfi deyil, bu onların müşahidə üçün ən uyğun nöqtəni seçmələri ilə əlaqədardır. Xüsusilə hündür binaların küncləri, pəncərə pervazları və eyvan kənarları onlar üçün ətrafı izləmək baxımından ideal müşahidə qülləsi rolunu oynayır.